Salam dəyərli kanal izləyicilərim, hər birinizə salamlayıram. Bugün sizinlə informatika bölməsindən 5 maraqlı sualın izahını təqdim edəcəyəm. İlk sualımızla başlayaq. Kitabın birinci səhifəsində Unicode əlifbasında kodlaşdırılmış 1024 simvol var. Digər səhifələrin hər birində isə 129 rəng salarlı paletrada kodlaşdırılmış, ölçüsü 512-1024 pikseldən ibarət qrafik təsvirlər yerləşdirilmişdir. Kitab 17 səhifədən ibarət olarsa, onun informasiya həcmi kilobaytla nə qədər olar? Bu tip məsələlərdə həmişə mətn fayllarının həcmi ayrı hesablanır, qrafik fayllarının həcmi ayrı hesablanır. Gəlin V1 ilə işarə edək. Birinci həcmimizi tapaq, yəni mətn faylının həcmini. Mətn faylında Unicode əlifbası deyirsə, biz 2 baytı nəzərə almalıyıq və 1024 simvol varsa 1024-ü 210 şəklində yazıram. 211 bayt olacaq. 211 baytdan mən kilobayta keçən zaman 210-a bölərəm. Yəni, cavabım olacaq 2 kilobayt. Digər həcmi hesablayıram. Qrafik faylın həcmini. Qrafik faylın həcmini hesablayan zaman isə deməli, bizim burada ölçülərimiz 512-1024-dür. Yəni, 209 vur 210-dur. 129 rəng saları deyirsə, 129 rəng saları artıq 128-dən yuxarı olsun, biz bunu 8 bit nəzərə almalıyıq. Yəni 256-dır, 256-da 8 bitdir, 8 biti nəzərə alırıq. Və bir də səhifə sayını nəzərə almalıyıq. Çünki əgər birinci həcmdə sadəcə deyildi ki, kitabın birinci səhifəsi, ona görə orada sadəcə səhifə sayını 1-ə vurduq. Ona görə 1-i yazmadıq. Artıq bizim ümumi 17 səhifəmiz varsa, bunun bir səhifəsi mətndir, 16 səhifəsi qrafikdir. Bir səhifə mətn, 16 səhifə isə qrafik faylıdır. Və bu 16 səhifəni də burada mütləq nəzərə almalıyım. Yəni 2/4-ə vurmalıyım. Cavabım bitlə nə olacaq? Ümumilikdə 2/, hamısını 2-nin qüvvəti şəklində yazsaq, 219, 223 və 226 olacaq. 226 bit olur. 226 biti də kilobayta çevirən zaman 213-ə bölməliyik. 213-ə bölən zaman da nəticəmiz qalacaq 213 kilobayt. 213 kilobaytımız isə bizim 8192 kilobayt edir. 8192 kilobaytla da 2 kilobaytı toplayan zaman nəticəmiz olacaq 8194 kilobayt. Yəni, ümumi həcmləri tapan zaman həmişə mətn və qrafik faylın həcmini tapdıqdan sonra mütləq toplamalıyıq. Topladıqda bizim informasiyanın ümumi həcmi 8194 kilobayt təşkil edəcək. Yəni, doğru variantımız olacaq C variantı. İndi ikinci sualımıza baxaq. İkinci sualımız isə say sistemləri bölməsindəndir. Onluq say sistemindəki 233 ədədinin 16-lıq say sistemindəki təsvirində. Gəlin 233 ədədini 16-lıq say sistemində təsvir edək əvvəlcə. 233. 16-ya gətirmək üçün mən bunu 204 şəklində göstərməliyim. Yəni 204 şəklində yazıramsa 8 yazaram, 232-yə burada 2 əmsalım çatmır. Yəni 32-nin üzərinə 1 gələn zaman 33 edir. Çünki qüvvətlər toplanır, əsaslar eyni olan zaman qüvvətlər toplanır. Və qısaca yazırıq 2 vurulsun 16/8. Yəni bunun cavabı 2 və yanında 8 ədəd 0 olacaq. 8 ədəd 0. İndi isə 2/33-ü 8-li say sistemində ifadə edir. 8-li say sistemində ifadə etsək, bu zaman 2/3 üstü 11 olacaq. Yəni 8/11. Burada isə bir dənə birimiz olacaq. 8, 11 dənə 11 ədəd sıfırımız. 11 ədəd sıfırımız olacaq. Deməli, birində 11 ədəd sıfırımız olur, digərində isə 8 ədəd və biri birindən nə qədər azdır? 3 vahid azdır. Yəni 233 ədədlə 16-lıq say sistemindəki təsvirində 0 rəqəminin sayı 8-lik say sistemindəki 0 rəqəminin sayından 3 vahid azdır. Doğru variantımız olacaq B variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımız da say sistemləri bölməsindəndir. İkili say sistemində toplama. Gəlin alt-alta yazaq bunları.
1, 0, x, 1, y, 1 ikilik say sistemində. Digər ədədimizə sondan əvvələ doğru düzək. 0, 1, z, 1, 0, 1. Və bunları toplayan zaman nəticədə alınıb 1, 1, 0, 0, 1, 0 və 1 ikilik say sistemində. Gəlin baxaq. Burada 1 0-dan 1 alınıb. Deməli, y burada 0 olacaq. Çünki 0-ın üzərinə 1 gələn zaman 1 edər. Burada isə 0 alınıbsa, deməli, bizim z-imiz 1 olmalıdır ki, 1-in üzərinə 1 gələndə ikilik say sistemində olsun və 2-dən 2 çıxan zaman 0 yazıb 1 yadda saxlayırıq. Burada isə yenə x-imiz 1 olmalıdır ki, burada 0 olmalıdır. Çünki 1 yaddamızda var. 0-ın üzərinə 1 gəlirik 1, 1 yadda da 2. 2-dən 2 çıxan zaman yenə 0 alınacaq. Deməli, x də 0-dır. Deməli, ədəd olacaq, yəni 0, daha doğrusu tapdığımız simvollar x 0-dır, y 0, z 1. Və bunu da 8-li say sistemində təsvir edilir. 8-li say sistemində çevirən zamanda biz 4-2-1 qaydasından istifadə edirik. 4, 2, 1. Və hansının üzərində bir rəqəmi varsa, həmin rəqəmi seçirik sadəcə. Deməli, burada nəticəmiz sadəcə olacaq 1. 77-ci sualımız olacaq A variantı. Yəni, hansı qiymətin üzəri doğrudursa, həmin qiyməti seçib toplamalıyıq. Yəni, burada sadəcə 1 olduğu üçün biz sadəcə 1-i götürdük. Əgər başqa bir qiymətin də üzərində bir qiymət olsaydı, o zaman həmin qiymətləri toplayardıq. Növbəti sualımız Python bölməsindəndir. Proqram icra olunarkən klaviaturadan 17 ədədi daxil edilərsə, ekranda nə çap olunacaq? Deməli, yenə 17 qiyməti daxil edilir. Yəni, biz burada baxırıq funksiyamıza dev, j(x)dir, yəni x 17-yə bərabərdir. Print hissəsinə baxın, j n-dir. Yəni, j n, n-in qiyməti 17-dir. Biz qalxıb yuxarıda j 17-ni hesaplamalıyıq. J 17-nin qiymətini tapmalıyıq. Şərt hissəsindən baxırıq, x-in 3-ə bölünməsindən alınan qalıq 1-dən fərqlidirmi? Yəni, 17-nin 3-ə bölünməsindən alınan qalıq, bəli, 1-dən fərqlidir. Hə olduğu üçün artıq biz return'ü hesablayıb J17-nin qiymətinə qaytarmalıyıq. 17-ni 2-yə vurarıq. Üzərinə gəlirik. 17-nin də 10-a bölünməsindən alınan tam hissə. 17-ni 2-yə vuran zaman 34. 17-nin 10-a bölünməsindən alınan tam hissə də 1-ə bərabərdir. Yəni, doğru cavabımız olacaq 35. Doğru variantımız olacaq Y variantı. Sonuncu 5-ci sualımıza baxaq. Növbəti 5-ci sualımıza baxaq. 5-ci sualımızı əyani olaraq sizə göstərmək istəyirəm. Yəni, verilən yazını yazaq. Deməli, informasiya sistemləri sətrinin sistem hissəsi seçilmiş. Gəlin sistem hissəsini seçək. Sistem hissəsi seçilmiş və Ctrl+C düyməsi basılmışdır. Ctrl+C düyməsini vurdum. Sonra info hissəsi seçilmiş. Gəlin info hissəsini seçək. Info hissəsini seçib Ctrl+X-i basırıq. Kursor sətrin sonuna yerləşdirilmiş və sətrin sonuna gətirdik və 2 dəfə Ctrl+V düyməsini vururuq. Bir dəfə Ctrl+V-ni vuran zaman infonu, bir dəfə də vuran zaman infonu yəni yapışdırmış olacaq. Nəyə görə? Çünki artıq Ctrl+X etmişik. Biz sonuncu əməliyyatımız Ctrl+X olduğu üçün artıq ondan əvvəlki Ctrl+C elə də bir əhəmiyyəti qalmır. Çünki ən sonuncu əməliyyat Ctrl+X etdiyimiz üçün və kopyalayanda da sonuncu əməliyyat olaraq nəyə kəsmişiksə onu kopyalayacaq. Yəni, doğru cavabımız da burada olacaq Y variantı. Yəni, qalan bu şəkildə olacaq. 66-cı sualımız olacaq Y variantı. Ümidvaram ki, bu 5 maraqlı sual sizlər üçün aydın oldu.
Daha hansı mövzulardan belə qarışıq izahlar istəyirsinizsə, şərhlər bölməsinə qeyd edə bilərsiniz. Mən də sizlər üçün seçib ən maraqlı sualların izahlarını paylaşaram. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti video izahlarda görüşənədək. Sağ olun.